Oyun oldu. Uğurlu seriyamız var idi. İstəyirdik ki, bunu davam etdirək. Əslində pis də alınmırdı. Birinci gol buraxdıq, amma sonradan hesab bərabərləşdirdik. Yaxşı oynayırdıq əslində, yaxşı qapandı, müdafiə olurdu. Çıxışlarımız var idi, sürətli hücumlarımız var idi, amma belə deyim, standartdan buraxdığımız gol biraz iki standartdan buraxdığı golları və biraz o acı. Belə deyim, sonra da artıq qabağa atılmışdı onsuz da. Rəqibin daha hücumları oldu, daha çox hücumlar oldu. Axırda da gol oldu, 3-1 və bununla da qaldı. Son qələbə qazanmasınız. Sizə problemlərdir. Belə baxmayaq ümumiyyətlə. Məncə, yəni bizim ümumiyyətlə belə baxmırdı. Yəni belə baxanda 4 oyunluq məğlubiyyətsizlik seriyamız var idi. Yəni ondan qabaq da belə baxanda 2 oyun udmuşduq arxa-arxaya. Yəni bizim üçün uğurlu gedir əslində. Bu gün də dediyim kimi çalışırdıq ki, bunu davam elətdirək, qələbə qazanmaq istəyirik əslində. Amma olmadı, belə gələcək oyunlara baxacaq. Sizə görə sizə çətinə qalan hansı, çətinə salan hansı tərəflər oldu? Əlbəttə ki, rəqib güclü rəqibdir onun. Yəni bilirik, kubokun finalındadılar, yaxşı kollektiv var, çoxlu futbolçuları var, klas futbolçuları var. Yəni belə deyim, bir-birdə başa-baş oyun gedirdi. Yəni sadəcə olaraq standart vəziyyətdən buraxdığımız gol bizi biraz belə deyim. Yəni oyunu dəyişdi. Standart vəziyyət ümumiyyətlə oyunu dəyişdi, belə deyim. İlk yarıdan izlediğim hesabı beraberleştirdik veya karanlıklar bulundu. İkinci hissede ne olmadı ki yani çift olmaya ve bırakması. İlk hissedeki oyunu necə göstərebilmədiniz? Ümumiyyətlə iki hissəyə bölsək oyunu. Birinci hissənin başa-baş mübarizə, ikinci hissənin də ümumiyyətlə başa-baş mübarizə gedirdi. Məncə heç bəlkə də biz gol buraxmayacaqdıq. Hətta gol buraxmasaydıq oyunun sonlarına doğru məncə epizodlarımız da olacaqdı. Çünki sürətli çıxışlarımız olacaqdı. Rəqib üstümüzə gələcəkdi və bundan məncə yaxşı dəyərləndirəcəkdik bunu. İndi dediyim kimi, məncə bugün oyunun taleyini standart vəziyyətlərə həll edər. Sizin rəqib sizin hansı asiliklərini yaxalayabilirdi? Belə görünür standart vəziyyətlərdir. Yəni görünən odur. Çünki bilərək, yəni iki dəfə eyni nöqtəyə qaldırılan topu. İkisi də arxa dirəkdən oldu. Yəni belə görünür ki, işlərin üstündə yəqin ki, bizim orada hər hansısa bir boşluğumuz var imiş. Və bundan da istifadə edəcək. Baş məşqçilərin hakimliyin qərarlarına qarşı narazılıq. Siz nə dərəcədə düzgün sayırsınız verdiyi qərarları? Əslində hakimlə danışmaq istəməyəm heç vaxt. Yəni bilmirəm, yəni etiraz olur. Normaldır əslində, etirazlar normaldır. Əlbəttə ki, məncə orada o ikinci qoldan qabaq orada foul var idi, amma foul yox idi. Yəni nə də foul verdi, foul yox idi. Birinci hissədə məsəl üçün orada Arsenə qarşı çox məncə kobud müdafiə var idi, amma o heç orada kart vermədi. Yəni burada yəni məncə danışmağa dəyməz də, yəni burada xırdalçılığa getməyə dəyməz ki. Belə baxanda standart vəziyyətdir. Amma foul yox idi. Məncə foul verməsəydi, yəni orada gücdən zərbə də olmayacaqdı və bəlkə də qolu buraxmayacaqdı. Yəni son iki oyuncular yəni bir arasından sual gelir ama belki süreyle ben gitti yani kuantıda ne düşünürsen yani ne gitmezsiniz ki Avrupa bu para giderek galip gelmesi. Yani çünkü son tarafta yani neler gitmek istiyorsunuz ki daha güzel eder daha. Ümumiyyətlə belə deyim, ümumən oyun fikri baxırıq hər oyuna. Məsələn, sabah bu oyunlardır. Yenə də hər hansı oyuna çıxırıq, əlbəttə ki, qələbə üçün çıxırıq. Gələcək iki oyunda da bunları çalışacaq eləyər. Düzdür, belə baxanda qarşımıza qoyulan məqsədi çatmışıq, yəni. Amma yəni bu bəs deyil, yenə də şansımız var biraz yuxarıya getməyə, daha çox hal yığmağa, yenə də çalışacaq ki, yaxşı oynayıb və qələbə qazanaq. Nasıl müdafiq bitir? Arda'yla müdafiğen var. Yani tekrar ona kayıtlamak zorundaysan yəqinci. Hal-hazırda elədir, son iki tur qalıb. Sonra milli komanda fasiləsi var və onlar da orada yaxşı ilərləyirlər. Avropa düşmə şansları var. Əlbəttə ki, müqaviləm onlarla da yenə də komandaya qayıdacaq. Təşrif olsa bu bahar. Təşrif olsa bahar.